Bəs vahiməlidir. Kamal artıq sevinir uşaq kimi. 42 yaşı olsa da alıram. Alar sənin. Kanala abone olup like atmayı unutmayın. Bu əlimizlə aparmalı olur. Yolcu yolda gəlir. Sabah səhər saat 7-nin yarısıdır. Yata bilmədim demək olar gecə çünki hava çox soyuqdur. Onu yardırmaq lazımdır. Belə bir yerdir. Mən artıq durdum. Kamal səhlə də yatıb və nə etmək lazımdır? Qopaya hazırlamaq lazımdır. Ondan sonra Gerkules bişirəcəm. Belə, getdik. Çok soğuktu hava. Kofe de hazır. Səhər kofe. Təbiət. Dəhşət. Sadəcə soyuqdu. Belə göstərmirdi havanı ama nəsə. Yemeğimiz hazır. Kamal yatıp yemeğimiz hazırdı. Gedirik onu oyatmağa. Kamal durmusan? Sabahın xeyir. Durmusan? Soyuq değil. Oğlum. Zamok ne açılmıyor? Zengin aç. Yemeğimiz hazırdı. Yaxşı ala, sən ucu durmuşsun, çoxdandır. Güzel yatabildin. Yetdi. Yatabildin. Yatmışam. Qarğalar zəng edirdi bəs. Ay yatmışam, qəşəng yatmışam. Dünənə baxanda əla yatmışam. Dünən heç yata bilmədim. Mən bu gecə də yata bilməmişəm, soyuq da var. Doğrudan, yaxşı. Yox, hava soyuqdur, amma sən də yenə siparimişəm. Qalın olmalıydı da. Ay. Dur gəl yeməyə. Dur. Yaxşı da əla. Ay, gölə bax. Mənzərə deyil. Təsəvvür edin dostlar. Çadırdan birbaşa səhər durursan, gölə baxırsan və qarğaların səsi. Yəni burada budilnika falan ehtiyac yoxdur. Təbiət səni oyadır.
Dadlı yeməyimiz hazırdır. Təbiətdə bişirdiyimiz hər bir yemək ümumiyyətlə yəni dadsız olma ehtimalı yoxdur. Çünki düzdür, burada əziyyətli bir şey yoxdur, amma insana ləzzət verəcək bu. Həm də necə deyərlər, enerji mənbəyidir. Belə. Kamal dadına bax, gör necədir. Görüntüm öləcəmdir gözəldir, amma bilmirəm. Aç. Meyvəli bu. Yaxşıdır. Əla. Bununla deyib velosipedlə hələ bir şey elektromotor. Hara istəsən Hara görürlər. istəsən sür. Bu idmançı yeməyi deyil olar. O saat çalışın. Herkules. Həmişə sağlam qidalanın. Yağlardan maksimum dərəcədə az istifadə edin. Biz məsələn, Kamal da mən də demək olar, yağ çox az istifadə edirik bəzi hallarda. Ona görə bizim enerjimiz tükənmir. Məsələn, Bakıdan gəldik Qubaya. Yolumuzda nəsə var yolumuz. Əksinə zövq alır. Əksinə zövq alır. Təbiətdə Bir də gəlib gələrəm. bizdən başqa heç kim yoxdur. Yeməyi özümüz bişiririk. Necə istirahət getmək istəmirəm oradan. Mən əsl piknik belədir. Həmişə xaricilərdə görürdük. Bu dəfə ilk bizdədir. Əladır, əla. Muhteşem, gözəl. Əsas odur, velosiped sürün, xoşbəxt olun. Bir də mənim həmişəki sözüm, hər gününüzü son gün kimi yaşayın. Yəni belə. Əla. Hər şey yaxşıdır. Allah'ım hamını qorusun. Hamıya istirahət qismət eləsin. Yəni dincəlmək lazım, vaxt ayırmaq lazımdır. Negativdən, stressdən uzaq olmaq lazımdır. Ayın 23-dür. Biz 2 gündür səfərdəyik. Əslində tez də çata bilərdik. Sadəcə bizim məqsədimiz istirahətdir. Ona görə çalışırıq ki, səmərəli istifadə edək. Vaxtımız boşa getməsin. Yavaş sürək ki, radarlarınıza da düşməyək. Əlbəttə ki. Əlbəttə. Biz tələsə də bilərdik, amma tələsəydi nə baş verəcəkdi? Velosipedlərdə çantalar olmayacaqdı. Bu qidalandığımız qidalar olmayacaqdı. Nə olacaq idi? Əvəz. Hazır qida alacaqdıq, o da elə həmişə olur da. O nəyə lazım? Bu təbii qəşəng özümüz Elman özü düzəltdi, bişirdi. Çox Öz rahat. qazımız, öz qazanımız. Nə qədər Qazı vaxt qazan- çəkdi? Heç 6 dəqiqə vaxt çəkmədi və hazırdır. Amma bir 15 dəqiqə də çəksə məsəl üçün zövqlüdür də öz əlinlə, özün hazırlayırsan. Piknikdə gəlib hazır şey yemək nəyə lazım? Pişdiş olmalı, nəsə düzəltməli, şey eləmədim. O piknik tam olmur da. Tam olmur. Doğrudur. Ben böyle biz qaldıq çadırda. Soyuqdur Aynen, biraz qəşəng. axşam. Kofedən içdik. Mən elə də soyuq olmuyor. Çox gözəl. Mənəm oldu. Mən bundan soyuq gözləyirdim. Hı. Yaxşıdır. İndi yeməyimizi yeyib sonra velosipedi ustaya aparmalıyıq. Ha, doğru. Çünki- Çünki zəng eləməli. Kamalın velosipedi xarab oldu dünən. Belə. Qismət olsa mənlə davam eləyəcək Olmasa tura. Yəni hara qalıb? Sadəcə Qusara getmək qalıb. Qusara da getsək yekunlaşacaq və sonra da Bakıya dönmək lazımdır. Mən Xaçmazda olmuşam. Bütün şimal əraziləri, yəni bölgələrimizi gəzmiş olacağıq. Bundan sonra da bütün turlarımız getmədiyimiz rayonlar ilə davam edəcək. Həqiqətən hər dəfə yeniliklər qatacağıq. Sizlər bizdən nələrsə öyrənəcəksiniz. Əsas məsələdə həvəsləndirəcəyik. Həvəs, həvəs. Bizdə var. Bizim Var. həvəsə ehtiyacımız yox. Kamal da, mən də. Məqsəd əsas bilirsiniz nədir? Biz buradan heç bir gəlirimiz yoxdur. Məsələn, reklam yoxdur. Siz sadəcə bəyənə bilərsiniz, belə bizə dəstək ola bilərsiniz. Bizim məqsədimiz sizi sağlam həyata yönləndirməkdir. Siqaretdən uzaq olun, içkidən uzaq olun. Bu qədər sadə. Bizdə məsələn, içki yoxdur, siqaret yoxdur. Hə. Biz həyatdan bezirik. Əksinə daha da istəyirik. Vaxtımız olsa ayla kampinga Vaxt olsa biz davamlı olaraq ancaq velosiped sürərik. İnanın bizə. Mən Gəncəyə getdim 23 saata, Gəncəyə çatmışam və tək getmişdim. Həyatdan heç bezmədim.
darıxmadım, sıxılmadım. Təbii ki, çətinliklər oldu. Məsafə 358 kilometr. Amma düşünün, sizin bədəniniz hər pedal fırlatdıqca sağalır. Daha da yaralarınız örtülür, belə deyim, yəni psixoloji olaraq da. Terapiyadır. Terapiyadır belə. Belə, yemək yeyib başlayırıq çadırlar yığmağa, Yavaş-yavaş hazırlaşmağa. təmirə. Hava da görürsünüz, biraz tutqundur. Biraz 11-də qorxudur, yağış göstərir. yağış göstərir. Böyle Görək necə olur. yaxşı olur. inşallah. Bizə nuş olsun. Bəli, duş olsun. Kamping elədik, çadırımızı yığdıq, velosipedləri götürdük. Kamalda xarab olub bildiyiniz kimi. Ona görə Benim onda düşünməyəm. əlimizlə aparmalı olur. Mən də istəmirəm sürüm. Yox, burada it keçmir. Adamızda da heç kəs yoxdur. Bir nə deyəsəm, buna da indi buna da layiq bir maşın tapmaq lazımdır. Bu boyda şey qoyaq. Yekə velosiped. Sən də mənə görə canlı eləşdirin. Mən də əlimlə aparıram. İşləyir velosipedin çıx getdi. Başqa iş tapamam. Mənzərə gözəldir, hə? Vallahi pardon. Zibillərimizi yığdıq. Bana canı ilə əlləşirək. Mən maşına qoymuşam velosipedi. Canınla əlləşirsən qaqaş. Gəl. Həri bomba kimi. Gəl şəhətdə qəban yanına konum atacağım. Ne cümle güzel, gel kış. Bak komfort budur, görsən orta sürət zat qalxacaq. Keyif satacağım, böyle padyom qalx. Neyse bu padyom mənə qismət olmadı. Dünən deyirdik ki, buranı qalxacaq sabah. Elman qaldı, hemen gedirəm maşınla. İt yeməyə götürməmişdim, amma əsas odur. Çörəyimiz var. Quba çörəyidir. Sizə də oyduğu şirin. Həmişək kimi. Kaba. Gəl sən də çörək ver. İnsanlar sənin də humanist olduğu görsün. Sağlıq mı mən noktalayayım? Yedi də ya, qoy yesə də deyərəm də qalmasın. Ver. Biraz çox verirsin. Ha deyirəm, burada bunu bağlayayım. Qorxma gəl. Yemə. Ha? Velosipedi düzəltdik ustada. Elmar, xoş gördük. Çox sağ Necəsən? olun. Mən də çox şad oldum. Bir yerdə sürəcəyik. İnşallah. Velosiped. Kemal, hazır. Ha inşallah. Evet, tarihini sallıyor. Yolcu yolda gəlir həmişəki kimi. Mənim velosipedin də buradadır. Qosara gedirik hal-hazırda. Məqsəd əsas Qosar. Əbəs gəldiyə çəkilmə. Hal-hazırda Qırmızı qəsəbədəyəm. Yahudilərin yaşadığı ərazilərdir. Çox təmiz yerlərdir. İnsanları mehriban. Şalom. Necədir Kamal buralar? Əla. İndi deyə ora qalxacaq. Yox, buralar necədir? Buralar əla. Burada mən sağlığım keçir. Elmar, bəyənirsən buraları? Burada yaşamıram. Nə? Yaşa bilmirəm. Ancaq indi bax padyom qalxacaqdı. Qalxarıq, problem yoxdur. Sadəcə bu ərazilər Yəhudilər buraları həqiqətən çox gözəl yaradıblar. Çox bəyəndim. Gəzdim, bir sözü zövq aldım. Necə deyərlər? Yəhudilərə şalom. Kamaldan da. Dostlar, hal-hazırda Qubanın Qırmızı qəsəbəsindəyəm. Qubanın yaraşıqlı uşaqları buradadır. Velosiped sürüblər bu gün 10 kilometr. Təbii ki, mənim sürdüyüm məsafə daha çoxdur. 160 kilometr mən sürmüşəm. Amma yenə də yaşlarına görə 5 kilometr belə daha çoxdur. Hamıya salam göndərə bilərsiniz. Qubadan salamlar. Qubadan salamlar. Uğurlar sizə də. Sağ olun. Həmişə velosiped sürün. Sizə yaxşı baxın. Hələlik. Sağ ol. Dostlar, hal-hazırda ən çox Yəhudilərin məskənləşdiyi ərazidəyəm. Sadəcə maraqlı mənə o gəlir ki, küçələr çox təmizdir. Çox sakit bir yerlərdir. Tarixi binalar var. Qabaqda
Aha. Gəl. Az qalıb. 15 kilometr. Ben böyle bakıyorum. Çok yormuşum. Ben şeydeki yolu gördüm. Dik yoxuşlardır. Dostlar, bayaq bu körpü, gördüyünüz körpüdə biz uşaqlarla şəkil videolar çəkdik. Və indi dik yoxuşlarla biz buranı gördüyünüz kimi qalxırıq. Və əlimizlə qaldırırıq. Kamal da buradadır. Çox dik yoxuşdur. Yəni Qusara daha qısa yolla gedəcəyik hal-hazırda. Bura qırmızı qəsəbə dediyim kimi Yəhudilərin məskunlaşdığı ərazilərdir. Gözəl evlər var. İnsanları çox gözəldir. Mehriban qarşılayırlar. Ya biləndə ki, turist deyiləm, daha da yaxşı davrandılar. Yəni belə bizim yolumuz Qusara. Hava da çox gözəldir. Külək demək olar yoxdur. Sadəcə mükəmməldir. Daha kəsə yolla çox ağırdır. Düşünün, bizim yüklərimiz də var həm də. Və əlimizlə aparırım. Dostlar, nəhayət ki, Qusara gəldik, çatdıq. Kamal'la hal-hazırda. Qusarlara salam olsun. Rejimindən. Bütün Qusarları salamlayıram. Çətinliklə, yoxuşlarla qalxa-qalxa əsas odur məqsədimizə çatdıq. Bütün şimal bölgələrini gəzmiş oldum. Hər şey superdir. Bundan sonra da davam edəcəyik mərkəzə tərəf. Dostlar, artıq Qusarın dairəsindəyik. Avtovağzal oradadır, arxa tərəfdə yəqin ki görünür. Biz Kamal'la 2 nəfər gəldik, çatdıq nəhayət ki. Əslində Qubadan bura məsafə çox deyil. Sadəcə yoxuşlar həddindən artıq çoxdur və külək də bəzən üzümüzə qarşı olanda düşüb qalxmaq istərsəməz zamanımızı çox alır. Ona görə biraz gecikdik. Saat artıq neçədir? 4-ə qalıb təxmini olaraq. 4-dür. Əgər burada kamp eləməyə, gecələməyə yer tapsa burada qalacağıq. Bu tapmasa artıq yenə qayıtmalı olacaq Quba tərəfə və orada gecələyib və sonra yenidən Bakıya dönürük. Belə dostlar. Kamal artıq sevinir, uşaq kimi. 42 yaşı var bu arada. Elə bir 65 yaşım, ona da çatım inşallah. İnşallah. Ona da çatım. Dostlar, bu yoxuşu görürsünüz. Qusardan gələn yoldur. Yəni burada Bakı 181 kilometr. Biz geri dönürük artıq Kamal'la. Kamal Sumqayıta gedəcək, mən isə Bakıya. Amma ki biz gecə sürmək istəmirik. Buna səbəbsə sürücülərimiz çox təhlükəli sürür. Sürətli olurlar, yəni maşınlar. Ona görə risk atmaq istəmirik həyatımızı. Ən yaxşısı çadırımız var və yenə də bir gecə gecələyib daha necə deyirlər, enerjili, necə xoşbəxt hisslərlə dönəcəyik evə. Yəni belə gedirik çadır qurmağa. İzleyin. Biz getdik Qusara. Sadəcə gedəcəyimiz yerə çox var idi. Onu da birazdan sizə açıqlama verəcəm niyə. Gəldik belə bir yerə. Bayaq buradan keçmişdik. Yenə eyni yerə gəldik. Niyə? Çünki burada bir çadır quracağıq və bir gecə yenə burada qalacağıq. Yəni 23 mart. Sabah isə 24 martda səhər tezdən Bakıya qayıdacağıq. Gözəl bir mənzərədir. Bura Qanlı göldür, səhv etmirəmsə adı. Tarixi bir yerdir. Beləyəm dostlar. Gəldik, çatdıq bura. Burada belə bir yer var. Sanki
Bizdən əvvəl kimlərsə burada ocaq qalıb. İndi çadırı açacağıq. Və sonra başqa işlər görmək lazımdır. Bu gecə qalmaq lazımdır burada. Deyilənə görə burada ayı falan olmur. Amma bilmirəm də nə dərəcədə doğrudur, meşəli ərazilərdir. Yəqin ki də olmaz. Çünki hələ yaşamaq istəyirəm. Belə. Şöyle qurdum. Hər şey normaldır. Sadəcə biraz yorulduq. Belə. Amma hava soyuqdur. Quşların səsini bir şey verin. Yəqin ki səsləri gəlir. Əslində biraz vahiməlidir. Çadırı qurduq. Nəsə aldıq yeməyə. Kamal buradadır. Sadəcə niyə Qusarda qalmadı? Çünki Qusarın Laza kəndinə biz getmək istəyirdik. İstəyirdik orada kamping eləyək. Dağlıq ərazilər falandır. Sadəcə gecəyə düşəcəkdik. Ona görə gedə bilmədik bu dəfə. Qaldı. Əsas odur Qusara çatdıq. Məqsəd də Qusara gəlmək idi. Bütün şimal bölgələrimizi gəzmiş olduq. Yəni belə. Hələ ki davam edirik kampingə. Bura Qubanın digər kəndidir, səhv eləmirəmsə. Yəni belə gözəl meşəsi var. Sakitdir, heç kim yoxdur. Əlverişli bir yerdir istirahət üçün. Yəni belə dostlar. Sabah səhər yola davam edəcəyik. İndi isə axşam yeməyini yeyib sonra yatmaq lazımdır. Və sabah da səhər tezdən durub Bakıya geri dönürük. Yəni heç bir yerdə artıq dayanmayacağıq. Yəni belə. Əsas odur istirahət eləməyi bacarırıq və bu hər insana lazımdır əslində. Gözəl bir terapiyadır. Deməli dostlar, gəldik çadırlarımızı qurduq. Səslərini də özünüz eşitdiniz. Açığı elə də qorxmuruq. Sadəcə ocaq artıq sönməyə başlayır, gördüyünüz kimi. Sadəcə bizi narahat eləyəcəklər. Biz yemək yedik, burada dadı qalır, yeməyin qoxusu qalır. Bilmirəm, çaqqal idi ya, canavarlar sürüsü. Fanarı sadəcə saldım. Kamal özü də şahiddir. 16 dənə göz baxırdı bizə. Gözlər belə 2-2 gözlər. Yanımızda 5 metrəlik. Sırayla belə gedirdilər. Elə bir meşədəyik ki. Yəni bax, mən susuram, bir dənə sakitçilə fikir verin. Belə bir yerdəyik. Yəni bu odun da sönəcək, biz yatmalıyıq. Ona görə çətin vəziyyətə düşmüşük və qərar almışıq ki, çadırları yığaq. Saat artıq ona qalıb 10 dəqiqə və getməliyik. Təəssüf ki. Yəni belə dostlar, belə hadisələr də olur. Təəssüf ki, yəni ilk dəfədir belə bir şeylə rast gəlirəm. Heç nə, qaydırıq biz. Variant düşünmüşük. Yəqin ki, Qubanın mərkəzinə gedəcəyik. Orada qalıb, sonra isə səhər tezdən Bakıya qaydıraq. Yəni belə, təəssüf ki. Çadırları da həvəsini qurmuşduq. Hər şey ideal şəkildə idi. Təəssüf ki, belə oldu. Yəni belə. Sənin dənizim təcrübədir. Həqiqətən gözəl bir təcrübə. Prosta məsələ heç nədən də öyrəyindi. Biz bura qorxsaydıq bura gəlməzdik. 3-cü gündür qalırıq da. Məsəl üçün Başqa yerlərdə. Bəli. Biz bunu çadırımızı götürüb aydın məsələn asfaltın ortasında, Qubanın mərkəzində, nə hansı şey, orada qalmaq üçün gəlməmişik. Biz gəlmişik meşəyə, təbiətə. Sadəcə bunların lap yaxında belə bizə mane olmaqları, səslərinin belə
qıcıq, o da çaqqal səsində canlı da bilirik də. Amma o belə adam əsəbində necə yatasan ki, gələcək eşəliyəcək buraları, indi təbii heyvan. Hə də bir şey ocağı da başsız qoymaq olmur. Hə, nəsə problem olar, şey olar. Durub növbəli burada dayanmayacaq, sabah durub yuxusuz maşın sürə bilmir adam qalsın ki, bilsə bir. Komfort üçün gedək, qalaq inşallah Qubada. Yəni daha da yaxşı olar məncə. Onsuz da kampinglərimiz, Paşda elə bu gecə saat neçədir gecə? Biraz da. Hə də yəni 2 saata yatacaq, 1 saata yatacaq, öyle bir dənə yatma. Amma burada gözəl bir gözəlliyi gördük də. Burada nə var ki? Söyle. Tamam. Başqalarım qalarsa, Sadəcə maraqlı bir sənədir Kamal. Elə bir xəbər edirdilər. O biri gördün, o deyirəm də. yaxındakı, yoxsa yaxındakı idi, hə? Xəbər elədi. Uladı. O biri də elə bir oradan uladı. Gəl yanımla bir yerdə gedək. Gəl bir yerdə gedək, nəsə olsa qoruna bilək. Düşdüyümüz vəziyyətə bax. Saat 11-in yarısıdır. Biz qalmışıq çaqqalların əlində ya canavarların əlində. Bu mənzərə bizi biraz rahatlaşdırır. Yox, elə əlcəklər yaddan çıxıb qalıb orada arsız. Əlcəklərim qalmışdı. Qayıtdan əlcəklər getirmiş. Qorxa. Neyse Kamal. Çörəkləri insanımızı verərdin yerlə. Ərdim oldu yerlər sonra. Qulağı qolladım gəldim. Bir də qanlı göldə heç vaxt kamping eləməyin. Çox təhlükəlidir. Dəhşət. Bura haradır? Quba 40 biləkan. 40 biləkan. Hal-hazırda Qubanın gözəl yollarını keçirik. Axşam vaxtıdır, saat 11-dir. Kamal'la səfərimiz davam edir. Amma qonaq edirik bu dəfə. Kamal'ın əmisi gidə. Bu yol Qəsrəşə gedir. Yox, qabaqdan yəni sağ sol. Həqiqətən gözəldir. Heç Bakının küçələri belə sakit deyil. Gecə yəni sakit. Hazırda artıq çıxırıq. Sadəcə bunun çəkisini özüm belə təsəvvür edirəm. Bilirəm ki, nə qədər ağırdır. Deməli dostlar, biz yola düşürük. Kamal'ın qohumu gildə qaldı. Bir gecə burada qaldı. Və indi də Bakıya doğru davam edəcək yolumuz. Hava süperdir, külək yoxdur. Proqnozu göstərir ki, hər şey əla olacaq. Bir sözdən hazır. Enerjimizi yığdı və bundan sonra yola düşürük. Sağ olun Dəyənət bəy. Sağ olun. Sağollaşdıq və getdik. Sağ olun Dəyənət əmi. Allah razı olsun. Sağ ol. Dostlar, belə bir yerə gəlmişik. Paxlava. Bura 30 ildən çox da artıq fəaliyyət göstərir. Yəni qədimi Quba paxlavası bişirilən yerdir. Bu Şəki halvasına bənzəyir, amma tamamilə fərqli bir paxlava növüdür. Qubanın paxlavası belə olur. Kamal hal-hazırda gəlmişik almağa, həm dadına baxmağa. Uşaqlıqdan yeyirəm. Mən Bibim oğlu maşallah əmim neçə illər rəhmətli burada işləyib. Bibim oğlu deyil. Bura 30 ildən çox fəaliyyət. Yəni ki, hələ bu da birincilərdəndir burada. Pekarın tərəfi. Amma görünüşü o qədər gözəldir ki, böyük ehtimal dadı da ondan da gözəl olacaq. Bu badamlı da olur, hər rağmen badamlı da olur. Qozlu, bu qozlu variant. Bu qozludur. Qozludur. İndi həm dadına baxıb, həm də özüm üçün alıb Bakıya qaydırım. Əlbəttə yenilik. Dostlar, paxlavamı aldım. Şəkərimiz düşmüşdü. Kamaldan soruşdum, nə yeyək, nə yeyək dedi. Özümüz yedik, bunu da gedir. Həm Novruz bayramıdır, həm də velosipedçilərə yaxşı enerji verər. Kalori var, 1 kilo. qozludur, həm də çox dadlıdır. Yəni mütləq Qubaya gəlsəz, Quba paxlavasının dadına baxmalısınız. Biz artıq Qubadan çıxırıq və
Bakıya doğru davam edirik. Yolda ümid edirəm külək olmaz. Hər şey yaxşı keçər. Belə yorğunluq yoxdur. Hər şey əladır hələ ki. Hal-hazırda Siyəzən ərazisindəyik. Qaydırıq Bakıya. Gördüyünüz kimi qaranlıqdır. Dəhşətli dərəcədə qaranlıqdır, amma mənim işim normaldır. Sadəcə istəməzdik qaranlığa düşək. Həm yağış yağma ehtimalı da var, biraz hava tutqundur. Sadəcə maşınlar çox tətinatdır. Buna görə biraz adamın keyfi pozulur. Bakıya 56 kilometr qalıb gördüyünüz kimi. Bu yolun sevmədiyim cəhəti odur ki, yəni Quba yolu çox küləkli olur hər dəfə. İndi də külək var, yəqin ki hiss olunur. Çünki dəniz qırağıdır. Ona görə çox küləkli olur, həm də soyuq olur. Yola davam. Arxa işıqlarım da normaldır, onsuz da maşınlar görür. Problem yoxdur. Kemal məni burada gözləyir. Gəldik marketə. Bir-iki dənə şey alaq. Təxminən 54 kilometr qalıb. İşte belə. Kemal da burada. Hal-hazırda marketdən nələrsə alıb atışdırmaq lazımdır. Enerjimiz bitmək üzrədir. Çünki küləkdə özümüzə vurur və havada soyuqdur. Dəniz qırağıdır. Belə biz artıq yaşmadayıq. Bakıya doğru davam edirik. Kemal yorulmamısan? Yorğunçuluq ləzzətli yorğunçuluqdur da. Yəni deyim ki, yorulmuşam amma ləzzət alıram o Amma yorğunçuluqdan. sənin məsafən daha azdır da. 30 kilometr səndə 55-50 kilometr. Hətta sən Bakıdan gəlsən Maksımda. Fərq var təbii. Hə, fərq var abi. Amma mənim üçün böyle kilometrajda olsaydı problem yox idi. Belə yekə danışıq olmasın. Sürürük də həmişə sürürük. Bir gün belə, bir gün belə, yəni hara baxır məsafə fərqi yox. Hayda. Necə acı bu. Açınlar elə sürür. De, can. Ala. Keçən hə az deyir. Gözü buna səs qalın. Qardaşım sən zəfəs. Nə qədər almışam özdə. Mən dostlar, bir dənə gözəl şirin it gəlib. Şirin. Dostlar, şirin bir it gəlib yanıma. Ha, kulakun Gel. şeyler. Gəl bura. Normal. Ha? Gəl. Qorxma. Bu kafe var. Axırıncı pulumu verdim Kəmal. Yaxşı da. Verim yenə. Can, ay can. Bu burada. Can, necə atsan sən? Necə bu? Sən necə bir şey vermirlər belə? Ay can. Vay. Biraz qıraqda deyəndə, ay, ye. 50 də qoyur ki. Hadi ya, bir kişiye. Yəni işləməz. 50-ni qoyur ki, Aynen. həm qorxur, həm də ki, Ya neylesin biz Azdı. kovullar bunu. necə qol açdı. Ay, udur ya özü. Böyle şey görmüyor bak yiğit. Bize ağrı. Hayda. Biraz bir hamsi. Çox acı be. Şirin, sən niyə belə açsın? Ha. Hə Şirin. Sən necə açsan belə? Sən yemək vermirlər? Ha sen de öyle ye elma. Odur. Biz Şabrana gittik ya. Ha. Şabrana gidip gelende de buradan Tamam, nizam səndə yok. pul var. Ha. Götürüyor alaq yine. Alaq. Doymadın. Gene alaq senin için neyse ha. Əlinə bax. Yaxşı alıram. Alaq sənə. Alaq. Əlinə bax, əlinə Alaq. tişləmə. Oynayaq mənə, əlimi. Ay. Sən nə şirinsən belə. Gəl. Alım, hə? İstəyirsən? Alaq sənə. Kemal, bir dənə al gəl də. Gəlir. Ona parmağım getmiş. Necə azdı bu. Ha.
Necə acıdıq bu, necə acı. Ürəyimiz dözmədi. Mən son pulumu verdim. Kamal da sağ olsun. O da aldı. Qorxur, həm də acıdır, çox acıdır. Gel. Ay, mış, yedin. Gel, əli ver, gel. Gel, qorxma. Bilmir kimi istəsin, kimi istəsin. Gel bırak. Gel. Ay. La. Gel. Oynamaktan gel. La. Gel peçene de vereyim sana, gel. Vereyim sen. Gel. Öğren buraya getir. Bu soyuqda qaçır. Olma. Lütfen. Dəhşət. Qardaş soyuq deyil. Yox. Olma dedirəm bu kimdir görəsən? Marafonçusa ha? Dərsdir? Aha, soyuq olur qardaşı. Dostlar, nəhayət ki, Sumqayıta gəldi, çatdı. Hava soyuyub artıq, axşam vaxtıdır. Kamal, təşəkkür edirəm ki, məni tək buraxmadın. İlk kamping turum mənim idi. Sadəcə biz ilk olaraq elədik bunu. Necə keçdi? Təəssüratların? Sən yaxşı yol yoldaşsan, səninlə maraqlı idi. Mən çox kempinglərə getmişəm. Amma bu turda da yəni bir keçən turumuz da olmuşdu bizim, amma kemping deyildi. 200 kilometrlik məndə tur idi, Şabran. Çox maraqlı idi. İndi də yol yoldaşı, yəni velosipedçilərlə çox sürmüşəm maşallah hamısı. Amma hər adamla da alınmır bir də görsən. Ona görə səninlə maraqlı idi. Çünki bəzi ac qarnına gəlib çatırsan, bəzi yorğunçuluqlar, müəyyən kaprizlər olur. Bir-birimizi yola verməliyik. Maşallah bu bizdə alınmır. Kamal elə bir insandır ki, tərifləyirəm, amma həqiqətən gözəl insandır. 42 yaşı olsa da, hər dəfə o yaş söhbətini deyirəm. Amma həqiqətən əla bir insansan, təşəkkür edirəm. Sumqayıtdadır, artıq yola salıram. Kamal, bir daha təşəkkür edirəm. Vaxt olsaydı doğrudan da mən gəlib Bakıya səni biraz böyle danışma olmasın, yola salıb qayıdardım. Ümid edirəm ki, yenə Qonağım da ola bilərsən, ha. Yox, təşəkkür edirəm. Ümid edirəm yenə turlarımız olacaq. Əlbət. Amma həqiqətən bacardıq, getdik və qayıtdıq. Səndə neçə kilometr oldu? Qubadan qayıtmaq %39, buradan da 5 kilometr, arası 140. 140 kilometr. Əla. 145 kilometr. Artıq avtovazal tərəfdəyəm. Buranın yoxuşunu heç sevmirəm. Təsəvvür edin, rayondan gəlirsiniz velosipedlə və ən sonunda bu yoxuş. İnsana çox pis təsir edir həqiqətən. Amma məqsəddir də. Çatmalıyam evə. Yəni demişəmsə əgər velosipedlə gedib velosipedlə qayıdacam, geriyə yol yoxdur. Dostlar, saat 3-ün yarısıdır. Mən nəhayət ki çatdım. Getdiyim məsafə 308 kilometr oldu. Bütün şimal bölgələrini gəzdim. Təbii Xaçmaz ayrıca getmişdim Xaçmaza. Ona görə təzədən gedəsi olmadım. Bir sözlə dostlar, deyə bilərəm ki, məni xoş qarşılayan insanlar, mənə maşın saxlayan insanlar, hər kəsə öz təşəkkürümü bildirirəm. Əsas da Şabranın kəndi, Gəndov kəndi. Orada olan insanlar həqiqətən mükəmməl, qonaqpərvər, çox xoş qarşılayır insanları. Bir sözlə sevindim. Qubadakı insanlar, yəni ayrıca təşəkkürümü hər kəsə bildirirəm. Qonaqpərvər olduğunuza görə bu qədər düşünmürdüm. Amma hər şey gözlədiyimdən də yaxşı oldu. Hə dostlar, tezliklə başqa turlarım da olacaq. Daha uzun məsafələr, daha maraqlı yerlər. Yəni hər yeri gəzərək sizə də göstərəcəm. İzləmədə qalın, abunə olun. Yəni mən sizdən başqa heç istəmirəm. Bəyənin videonu və dostlarınızla paylaşın, bəyənsəz. Belə dostlar, əsas odur, velosiped sürün, hər gününüzün qədrini bilin. Mənim hər zamanki sözüm, hər gününüzü son gün kimi yaşayın.
O kadar. Tezciyle görüşene dek.